Bir zamanlar onlar dünyanın yarısına hükmedirdiler. Adlarını ebediyete yazan bir imperiya qurmuşdular. Krallıq külə çevriləndə nə qalır? Sükut bir sivilizasiyanın son dili olanda onun hekayəsini kim danışır? Zaman onların şöhrətini tozla örtüb, amma əfsanəni silə bilməyib. Qumun dənələrində, daşların dərinliklərində hələ də təslim olmayanların ruhu yaşayır. İnsanlar bu yeri xarabalıq adlandırır. Amma bəlkə də tarix hələ də burada nəfəs alır. Fars bir imperiyanın yaddaşıdır. İran isə hələ də yazılmaqda olan tarixin növbəti fəslidir. Romaya yüksəlməzdən və ya Böyük Çin səddi Çin boyu uzanmazdan çox əvvəl Persiya var idi. Ən qüdrətli dövründə Əhəmənilər imperiyası dünyanın indiyə qədər gördüyü ən böyük imperiya idi. 3 qitəni əhatə edirdi. Nil çayının sahillərindən Mərkəzi Asiyanın dağlarına, Egey dənizindən Hindistanın qapılarına qədər. Bu təkcə hərbi güc üzərində deyil, ideyalara, dini tolerantlığa, inzibati yeniliyə və mədəni mübadiləyə əsaslanan bir imperiya idi. Farslar uzaq torpaqları kral yolları vasitəsilə birləşdirdilər. Fəth edilmiş xalqların adətlərinə hörmət etdilər və o qədər qabaqcıl bir sistemlə idarə etdilər ki, onun əks sədası hələ də müasir idarə etmədə hiss olunur. İmperiyanın ruhu ideyalarla ifadə olunurdusa, onun ruhu Persepolisdəki daşda əbədləşdirilmişdi. Əhəmənilər imperiyasının təntənəli mərkəzi, Allahların ehtiramını və kralların ambisiyasını əks etdirmək üçün əzəmətlə inşa edilmiş bir şəhər. Farsın qovrulmuş düzləliklərində salınan Persepolis, qüdrət, ayin və əbədi yaddaş abidəsi kimi doğulmuşdu. Eramızdan əvvəl 6-cı əsrdə Daraş Kəbir tərəfindən tikilmişdir. O həm paytaxt, həm də zaman boyu əks-səda verəcək bir qüdrət bəyanatıdır. Hər pilləkən, hər oyma relyef, uzaq diyarlardan gələn elçilərin Fars hökümdarlarına hədiyyələr gətirərək hörmət etdikləri uzun alayların hekayəsini danışır. Parçalarla gələn Babillilər, hil sümü ilə gələn Həbəşlər, yəni Fiopiyalılar, gümüşlə gələn Lidiya, qızılla gələn Hindistan. Minilliklər əvvəlin qlobal diplomatiyasının canlı sənədi kimi zamanda donmuş bir daş alayı. Lakin eramızdan əvvəl 330-cu ildə bu görmə külə döndü. Böyük İskəndər şəhəri yandırdı. Bu Afinaya cavab mıydı, yoxsa qədərli sərxoş bir gecənin nəticəsi? Tarix bugünə qədər qeyri-müəyyən olaraq qalır. Həqiqət nə olursa olsun, Persepolisdəki yanğınlar tarixin ən faciəli dağılmalarından birini qeyd etdi.
Onlar qüruru, ayinləri və əsirlik qüdrəti yandırıb kül etdilər. İndi qalan tək şey sınmış sütunlardır. Aşınmış relyeflər və səhra işığında uzanan kölgələr, vaxtilə dünyanı şəkilləndirən əzəmətin səssiz şahidləri. Persepolisin xarab olmuş əzəmətinin düz yanında, Nəqşi Rüstəmdə qayalar Fars hökmdarlarının min illik yuxusunu qoruyun, səssiz ilahlar kimi ucalır. Sıldırımlı qayalara oyulmuş kral türbələri təntənəli əzəmətlə səmaya baxır. Daraş Kəbir, Kserkses, 1-ci Artakserkses, 2-ci Daraş. Əsrlərin keçməsinə şahidlik edən, qüdrət və zamanın səssiz şahidləri olan adlar. Hər bir məzar dağın şaquli üzünə oyulmuş, torpaqdan yuxarı ucaldılmış abidəvi bir xaç kimi dayanır. Onların əzəmətinin altında zərdüştlüyün ali tanrısı olan Ahura Mazda ilə ünsiyyətdə olan kralların oyma relyefləri, ilahi səlahiyyət və hərbi fəhd simvolları ilə əhatə olunmuşdur. Hər bir kripta daşda toxunulmaz bir bəyanat, bütün zamanları aşan ali qüdrət abidəsi kimi dayanır. Əsrlər sonra yeni imperiyalar gəldi və öz qələbələrini aşağıda oydular. Sasanilər zəfəri eyni qayaya həkk etdilər. Burada Şapur I əbədi olaraq Roma imperatoru Valeriyanı əsir götürən kimi təsvir edilmişdir. İmperiyanın uzun hekayəsində bir dönüş anı. Və hamısının yanında Kəbəyi Zərdüşt ucalır. Zərdüştün kubu. Onun ağ əhəngdaşı sanki zamana toxunulmamış kimi oxra qayalar qarşı parlayır. Mükəmməl tarazlaşdırılmış nisbətləri ilə tək qub, yerdən zamanın sirlərini saxlayan əbədi bir simvol kimi yüksəlir. Türbələr və qub sülalələr arasında bir diyaloq yaradır. Yuxarıda oyulmuş Əhəməni ambisiyası, aşağıda həkk olunmuş Sasani qüruru və mərkəzdə hələ də bir imperiyanın nəfəsini saxlayan daşdan bir tapmaca. Tarix cənubda yatır, amma gələcək şimalda Tehranın narahat yayılmasında oyanır. Əsrlərin görüşündən yaranan şəhər İranın keçmişi ilə bugününün canlı qovşağı kimi dayanır. Azadi gülləsi vaxtilə inqilabı qarşılamış və indi möhkəmliyi, qüruru və bir millətin inkişaf edən kimliyini təcəssüm etdirən ağ mərmər tağıdır. Fars tarixinin 25 min ilini qeyd etmək üçün 1971-ci ildə tikilmişdir. Onun əyriləri, qədim motivləri müasir ambisiya ilə birləşdirir. İmperiya və respublika, keçmiş və indiki arasında bir körpü. Millət inkişaf etdikcə onun simvolları və müasir havası da dəyişdi. Milad gülləsi ambisiya və yeni İran ruhunun bir işığıdır. Zərif və heybətli, tərəqqi, texnologiya və yeni nəslin inamına abidə kimi buludları yarır. Şəhərin mərkəzində, İran Milli Muzeyinin içərisində minillik bir sənəd açılır.
Burada imperiyalar, qırıntılar, heykəllər və səssiz yazılarla danışır. İnqilab dövrünün divar rəsmləri binaların fasadları boyunca uzanır. Mübarizə, inam və kimliyə boyanmış şahidliklərdir. İnqilabın boyanmış divarlarından krallığın güzgülü hallarına qədər Tehran keçmişinin başqa bir üzünü aşır. Zərif və əbədi Gülüstan sarayı. Hələ də unudulmuş bir qiymətli daş kimi parlayır. Onun güzgülü halları və çiçəkli çiniləri Qacar sülaləsinin zərafətini qoruyur. Kristal çilçıraqlar və boyanmış tavanların altında vaxtilə hökmdarlar öz qüdrətlərini taclandırırdılar, indi yalnız ayaq səsləri əks-səda verir. Biraz daha irəli gedin. Böyük bazar əsrlərin istiliyi ilə nəfəs alır. Onun tağlı dəhlizlərinin altında nəsillər boyu tacirlər ipək, ədviyyat, mis və söhbət satırlar. Keçmiş, hər ticarətə, hər səsə, hər jestə toxunmuş canlı bir ənənə kimi yaşayır. Şəhərin narahat nəbzinin ortasında rəngə, səbrə və zamana toxunmuş daha sakit bir sənət yatır. İran Xalça Müzeyi. İçəridə bütün bir tarix bir dam altında toxunmuşdur. Əsrlik Fars şah əsərlərindən mükəmməllik irsini davam etdirən müasir dizaynlara qədər. Burada hər bir xalça bir dünyadır. Hər bir düyün səbir, dəqiqlik və kimlik hekayəsidir. Toxuculuğu poeziyaya çevirən bir xalqın ruhunu daşıyan saplar. Köçəri toxunuşlardan kral sifarişlərinə qədər İranın ruhu ayaqlarınızın altında burada yatır. Dünyada sükutun sözlərdən daha böyük hekayələr danışa biləcəyi bir yer varmı? Burada hər bir memarlıq detalı, poeziya səhifəsi və bütün şəhər gözəlliyin sözsüz simfoniyasıdır. Paytaxtın səs-küylü ritmindən birbaşa İsfahana gedin. Farsların vaxtilə qürurla dünyanın yarısı adlandırdıqları və incəsənətə əbədi aşiq olacağınız yer. Bu, vaxtilə Səfəvi sülaləsinin paytaxtı idi və hələ də Fars estetikasının döyünən ürəyidir. Onun mərkəzində Nəqşi Cahan meydanı dayanır. Fars simmetriyasının, ruhunun və əzəmətinin canlı şahididir. Yerdəki ən böyük ictimai meydanlardan biri və bəlkə də indiyə qədər düşünülmüş ən gözəllərdən biri. Hər tərəf bir şah əsərini açır. Cənubda Şah məscidi mavi dalğalarla açılır. Onun mozaika çiniləri səma xəritəsi kimi parlayır. Şah Abbas I-nin hakimiyyəti dövründə tikilmişdir. Səfəvi memarlığının bir cəvahiri, inam və həndəsənin müqəddəs bir dil paylaşdığı bir quruluşdur. Riyazi cəhətdən mükəmməl günbəz göyün əyrisini özündə əks etdirir. Quran ayələri isə onun divarları boyunca elə axıcı xattatlıqla spiral şəkildə dolanır ki, sanki oyulmuş deyil, danışılmış kimi hiss olunur. Meydanın qarşı tərəfində başqa bir şah əsəri fərqli bir sədaqət növünü pıçıldayır. Şeyx Lütfullah məscidi təmkinli zərifliklə parlayır. Simmetriya və sirrin harmoniyasıdır. Şah Abbas Kəbir tərəfindən sarayının kral qadınları üçün sifariş edilmişdir. O, sükut sığınacağı kimi tikilmişdir. Burada inam gözəllikdə sığınacaq tapırdı.
Onun krem və qızıl çalarlarında cılalanmış günbəzi işığın hər dönməsi ilə dəyişir. Günəş tərəfindən formalaşdırılmış canlı bir kətan. İçəridə azana çağıran minarələr yoxdur. Yalnız sakitliyin səssizliyi və şəbəkə pəncərələrindən süzülən günəş işığının sakit pıçıltısı var. Divarlar boyunca naxışlar çini və zamanda çəkilmiş büzlər kimi işıqlanır. Ehtiramın əzəmətlə görüşdüyü yerdə Əli Qapı Sarayı qarşıda dayanır. Burada hökmdarlar müqəddəs mərasimlərə nəzarət edirdilər və musiqi otağından gələn lütuflər imperiyanın simfoniyasını toxuyurdu. Oradan dünya bir səhnə kimi açılırdı. İnanc, incəsənət və qüdrət mükəmməl bir rəqsdə çiçəklənirdi. Əli Qapının hər mərtəbəsi bir hekayə danışır. Kral ziyafətlərini təsvir edən dəbdəbəli divar rəsmlərindən Şah Abbas Kəbirin vaxtilə dayandığı əzəmətli eyvanlara qədər. Ancaq sarayı çöldəki təmtəraq ilə içərdəki dərin sənət dünyası arasında bir körpüyə çevirən, səsi sehirli şəkildə gücləndirmək üçün nəzərdə tutulmuş nişlər olan musiqi otağıdır. Burada hər bir melodiya qüdrətin və əbədi gözəlliyin əks sədasıdır. Bu şəhər həndəsənin ilahiliyə ucaldıldığı yerdir. Burada hər bir kərpiç və hər ulduz kosmik bir plan izləyir. Gün ışığı solarkən insanlar suya doğru yollandılar. Siyosepol, 30 tağlı körpü, Zayəndə Rud çay üzərində zamanın onurla sütunu kimi uzanır. Burada gecə sehirli bir pərdə toxuyur. Ulduzlar günün son ışığında parıldamağa başlayır. İsfahanın günbəzləri və körpüləri hisslərinizi doldurduqda yol şərqə tərəf dönər və Yəzdin küləyi səssizliyə tərəf irəliləyər. Palçıq kərpiç divarlar və gil rəngli damlardan ibarət bir labirint, burada günəş işığı, sükut və səhranın ruhu torpağın hər lifinə hopmuş, əbədi bir memarlığı formalaşdırmışdır. Qədim səhra həyatının qorunması üçün UNESCO tərəfindən tanınan Yezd, Zərdüştlüyün irsinin ruhu kimi dayanır. Dünyanın ən qədim təkallahlı inancı, hələ də burada minilliklər boyu dayanmadan axan bir həyat axını kimi titriyir. Yezdlə fərqləndirici xüsusiyyətləri onun unikal minarələridir. Minarələr deyil, badgirlər, külək tutanlar. Səssiz külək tutanlar. Onlar səhranın qəlbində insan zəkasının bir sübutudur. Boşluqdan sərin havanı zərifcə sorur və onu keçid labirintindən keçirərək hər küncə həyat gətirir. Min ildən artıqdır ki, bu qüllələr səhranın qəlbində küləyi nəfəsə çevirərək sağ qalmağın səssiz nəğməsini oxuyurlar. Atəşkədə. Müqəddəs bir atəş 1500 ildir dayanmadan yanır. Qətiyyətlə qorunan bu atəş bütün maddi şeyləri aşır. O, davamlılığın mahiyyətidir. Keçmiş nəsillər və indiki anlar arasında bir əlaqə toxuyan canlı bir işıq sapı, dünyəvini müqəddəslə birləşdirir, inancı hər şeyin nəfəsi edir. Hətta son anlar da sükut gülləsinin üstündə küləkdə itirir. Zərdüştlüklər bir vaxtlar mərhumun cəsədini açıq səma altında zərifcə qoyurdular. Torpağı deyil, təbiətin sakit dövrlərinə bir təslim. Burada torpaq müqəddəs mənbədir, atəş saf mahiyyətdir,
Ruh isə türbələr və ya daşlarla həbs olunmur. Səmanın quşları sonsuz külək tərəfindən azad edilir. Alatoranlıq düşür. Torpaq divarları qırmızıya boyayır. Yezdi, külək və müqəddəs atəş tərəfindən qorunan bir sirrə çevirir. Fars sivilizasiyasının ruhu. İndi səhranı tərk edin. Və qızıl güllər, şeirlər, portağal çiçəklərinin ətrinə hopmuş xatirələr şəhəri olan Şirazı tapacaqsınız. Bu, Fars ədəbiyyatının ruhu, sözləri hələ də İranlıların xəyal etmə, sevmə və kədərlənmə tərzini formalaşdıran şairlər Hafiz və Sədinin vətənidir. Lakin Şiraz təkcə əbədi poeziya ilə danışmır. O, həm də qədim bağlarının gözəlliyi ilə danışır. Sərb xətli yolları və möhtəşəm güzgülü malikanələri olan İran bağları Fars cənnət təsəvvürünün təcəssümüdür. İnsan və təbiətin mükəmməl birliyini nümunə göstərən harmonik ətirli bir məkan. Başqa bir sakit küçənin ətrafında Naranistan bağı yerləşir. Oturub şəhərin səs-küyünü dinləmək üçün dinc, şəxsi bir yerdir. Parlaq mozaika divarları ətirli portağal bağlarını qoruyur. Hər detal dinc və zərif səhnənin bir vuruşudur. Və sonra sübhüngəl şüaları şəhəri zərifcə örtdükdə, Nəsir Əl-Mülk məscidi tədricən oyandı. İçəri girmək, günəş işığının rəqli şüşə pəncərələrdən süzülərək Fars xalçalarının canlı rənglər dalğasında işıqlandırdığı həyal dünyasına addım atmaq kimidir. O, inancın sənət vasitəsilə qırıldığı və məkanın özü bir növ şeirə çevrildiyi sədaqət prizmasıdır. Və şəhərin dərin qəlbində daha az tanışılan bir ziyarətgah dayanır. Lakin unudulması mümkün olmayan Şahçıraq. İranda Şiə müsəlmanları üçün ən sabırlı ziyarətgahlarından biridir. Bu məqbərə gün işığı ilə deyil, milyonlarla sınıq əkislə içəridən parlayır. Onun daxili hissəsi kiçik müzgülü çinilərlə örtülüdür. Hər biri işığı tutur və onu çoxaldır. Divarlar ulduzlar qalaktikasına qovuşana qədər. Məkanı bu qədər canlı edən bu ehtiramdır. Dərin sükutu qırılmış ulduzlu səma altında dayanmaq kimi bir təcrübəyə çevirir. Şirazın canlılığı, əsrlər boyu pıçıldayan duaların və müqəddəs zallarında əks-səda verməyə davam edən bədii şah əsərlərinin səssiz şahididir. Bir imperiyanın doğulduğu yer, şəhərin qafiyələri, Pasarqada aparan geniş məkandan əsən küləyin səsinə yol verir. Bu, möhtəşəm bir metropol deyil, böyük bir imperiyanın mənşəyidir. Yaradıcı görmə qabiliyyətinin simvolu. Əhəmənilər imperiyasının ilk paytaxtı. Pasarqad tarixin ən böyük imperiyalarından birinin qurucusu olan Böyük Kirin son istirahət yeridir. Onun türbəsi açıq bir düzənliyin ortasında tək dayanır. Qədim, sakit və əzəmətli. Digər krallar özləri üçün abidələr tikərkən, Kir insanlıqda məna axtarırdı. Tolerantlıq, nizam və insan ruhuna inam üzərində qurulmuş bir imperiya.
O, qulları azad etdi, mədəniyyətlərə hörmət etdi, vaxtilə qaldırılan yerlərdə məbədlərin yüksəlməsinə icazə verdi. Babilistanda kəşf edilmiş Kir silindiri tez-tez dünyanın ilk insan hüquqları bəyannamələrindən biri kimi görülür. Hökmranlıq deyil, ləyaqətlə idarə etmənin sübutudur. Və hələ də Pasarqadda, onun irsi türbəsinin aşınmış əhəng daşında, bir vaxtlar imperiya həndəsəsində çiçəklənən sarayların və bağların solğun hətlərində davam edir. Bu Persepolisin geniş əzəməti deyil, bu Yəzdlə örtülmüş sir deyil, bu böyüklüyün mənbəyi, unikal bir görmə qabiliyyəti, Persiyanın olmaq qismətində olduğu şeyin təməli və planıdır. Persepolisdən çox əvvəl, hətta Pasarqaddan əvvəl, sivilizasiyanın ilk nəfəsindən doğulmuş bir şəhər olan Susa var idi. Zagros dağları və Mesopotamiya düzənliyinin qovşağında tarix öz qovşağını tapdı. Burada imperiyalar başladı və inanclar kök saldı. Elamlılar, Farslar, Babililər və Yunanlılar, onların imperiyaları burada yüksəldi və süqut etdi. Amma onların ruhu bu torpağın qanına hopur. Və beləcə də tanrıların və insanların hekayələri. Qılqamış dastanının gəzdiyi, qədim kralların ölümsüzlük xəyal etdiyi yerdir və Ester kitabından və Daniel peyğəmbərdən əks-sədalar hələ də küləkdə pıçıldayan yazı kimi qalır. Susa tarixin şahidi, inan və imperiyanın, məbəd və taxtın, mif və yaddaşın qovşağıdır və onun qəlbində bir vaxtlar tanrılara layiq bir saray dururdu, birinci Daraşın Apadanası. Tük pürpərtici şirçökrəmələrinin arasında yerləşən divarlar və məlum dünyanın hər yerindən hörmət gətirən yüksək rütbəli şəxslərin relyeflərini daşıdığı oyma sütunlarla dəstəklənən geniş daş sallar. Bugün qalanlar parçalanmış ola bilər, amma hətta xarabalıqlar da krallıq hissi verir. Onların sükutu qüdrətlə doludur. Daha müqəddəs bir sakitlikdə Peyğəmbər Daniyelə aid olduğu deyilən bir türbə yatır. Onun ağ günbəzi günəş altında parlayır. Təkcə xeyir-dua deyil, imperiyalar boyu davam edən inanca bir əlaqə axtaran zəvvarlar üçün bir mayaqdır. Zaman daşları bastırdı. Lakin Susanın ruhunu yox, onun tozunda inancın, imperiyanın, bu torpaqda çiçəklənəcək sivilizasiyanın mənşəyi yatır. Və bu qədim sükutdan hər daşda və hər duada onun yaddaşını daşıyan yeni şəhərlər yüksələcəkdi. Qədim Susanın cənubunda, imperiyaların bir vaxtlar yüksəlib süqut etdiyi yerdə, yer üzündə ən qədim səhra şəhərlərindən biri olan Kaşan yerləşir. 7000 ildən çoxdur ki, davamlı olaraq məskunlaşdığını bilirdinizmi? Burada sakinləri dozu memarlığa və qıtlığı sənətə çeviriblər. Səhra küləkləri və Əlborz dağlarının ətəkləri arasında qucaqlanan Kaşan, keçmişdən bir nəfəs kimi ortaya çıxır. Bura gül qoxularının havada uçduğu, su səslərinin eşidildiyi bağçalardan ibarət bir divar xalçası kimidir. Bu, ahəngidar gözəllik və sakit əminamanlığın birlikdə mövcud olduğu bir vahiyədir. Dərin bir sakitlik hissi təklif edir. Kaşanın köhnə məhəlləsinin labirintində fərqli fars sədası olan iki ev gizlənir. Təbatəbai ailəsindən olan gəlini heyran etmək istəyən bir tacir tərəfindən sifariş edilən Borucərdilər evi kərpic və işıqla yazılmış bir sevgi məktubudur.
Onun girişi zərif suvaq relyefləri və səhra küləyi tutan bir külək gülləsi ilə çərçivələnib. Göydəki motivlərlə boyanmış bir günbəz səmada üzürmüş kimi görünür. Rəngli şüşələrdən işıq şüaları süzülür, suvaq divarlar üzərində rəqs edən bir kaleidoskopa çevrilir. Çox uzaqda olmayan başqa bir şahəsəri daha qədim və möhtəşəm öz hekayəsini danışır. Təbatəbai evi xəyallar labirinti kimi açılır. 4 həyət, 40 otaq və filigran dəqiqliyi ilə oyulmuş saysız pəncərələr. Qalın divarlar otaqları sərin olması üçün izolyasiya edir və hündür külək tutucular ən zərif səhra küləklərini çağırır. Çox uzaqda olmayan Ağa Bozorq məscidi yüksəlir. Ruhani simmetriya və səhra zərifliyinin bir görüntüsü. 18-ci əsrin sonlarında tikilmiş, onun əkiz minarələri və böyük günbəzi yeraltında sakitcə yerləşən bir mədrəsənin altındakı günəşli bir həyəti taclandırır. Burada həndəsə ehtiram formasına çevrilir. Tağlar və kölgələr, işıq, inam və səhranın sonsuz sükutu arasında bir dialoq yaradır. Və sonra sakitlik başqa bir şahəsəri ilə nöqtələnir, Fin bağı. Bu əsl Fars cənnətidir. Çaharbağ memarlığının ən qədim qorunmuş nümunələrindən biridir. Burada kristal kanallar hündür sərv ağacları arasında süzülür, torpağın altında səssizcə axan qədim bir qanat sistemi ilə qidalanır, su və yaşıllığın əbədi bir simfoniyasını bəstələyir. Hər bahar şəhər ən zərif ətrini tutmaq üçün sübh tezdən yığılan Dəməşq qızılgüllərinin dənizinə çevrilir. Bu ayindən Kaşan həm duaları, həm də şirniyyatları ətirləndirən gülab istehsal edir. Şəhərin ruhundan ayrılmaz bir mahiyyət. Bu mövsümdə Kaşan Gülabgiri festivalı ilə oyanır. Ənənəvi geyimli kəndlilər gün doğmadan əvvəl çiçəkləri yığmaq üçün toplaşdıqda, qızılgül ətri havanı doldurarkən onları böyük mis qazanlarda distillə edirlər. Əmək kimi başlayan şey gözəlliyə çevrilir. İlahi üçün bir qoxu təklifi və insan əlləri, torpaq və inanc arasındakı bağın bir bayramı. Əsrlər boyu bu birlik Kaşan xalqını təbiətin əbədi ritminə bağlamışdır. İranın şimal bölgəsində Əlburz dağlarının Xəzər dənizi və mərkəzi yaylı arasında bir qala kimi yüksəldiyi yerdə hamısından üstün olan bir zirvə var, Dəmavənd dağı. Təqribən 5600 metrdən çox hündürlüyə malikdir. Bu yatan vulkan təkcə İranda deyil, bütün yaxın şərqdə ən hündür dağdır. Dəmavəndin əsl əzəməti onun donmuş qəlbində nəfəs alan hekayələrdən gəlir. Fars əfsanələri dünyanı qaranlığa qərq edən zülmü olan pis ilan kralı Zəhhakdan danışır. Qəhrəman Fəridun nəhayət onu məğlub etdikdə, Zəhhakı Dəmavəndin bağırsaqlarında zəncirlədi. Bugünə qədər yerli sakinlər dağın onun səssiz qəzəbi ilə güruldatdığını və hər titrəyişin pisliyin heç vaxt tamamilə getmədiyini, sadəcə yuxuda olduğunu xatırlatdığını deyirlər. İlin əksər hissəsi qarla örtülmüş Dəmavənd dağı, şərqi Tehranın üstündə yüksələn mükəmməl piramidası ilə əzəmətlə görünür. Onun hündür silueti bütün bir millətin mədəni yaddaşına həkk olunmuşdur. Dəmavənd adi bir dağdan daha çoxdur. O, zaman və təbiət tərəfindən oyulmuş əzəmətli bir məbəddir.
Dəmavəndin dağları və qədim meşələri arasında Fars bəbiri hələ də sakitcə gizlənir. Öz vəhşi səltənətində hökm edən sirli bir fiqur. Nəsli kəsilmək ərəfəsində olan bir məxluq, lakin hələ də inadla öz vəhşi instinktlərinə yapışır. Qalın xəzi, kələkötür ərazidə mükəmməl gizlənməyə kömək edən sirli qara ləkələrlə bəzədilmiş bu zirvə yurtucusu dünyada qalan ən böyük bəbir populyasiyalarından birini təmsil edir. Bu ruh kimi fiqur, Dəmavəndin sarsılmaz ruhunun canlı əks ədasıdır. Qürurlu, sarsılmaz, amma həm də yavaş-yavaş zamanın dumanlarında yox olur. Qorunmalı olan vəhşi bir gözəlliyin xatırlatması. Hətta buradakı hava da qədimdir. Dərindən nəfəs alın və onun krallar, şeytanlar, buz və atəş haqqında, şöhrət və əbədi sükut haqqında hekayələr pıçıldatdığını eşidəcəksiniz. Bəzi şəhərlər çayın kənarında yüksəlir, bəziləri dağların ətəyində yerləşir. Amma bir də Kirman var. O, təbiətin lütfündən doğulmayıb, əksinə, səhranın təcridi ilə sağ qalmaq üçün davamlı mübarizənin kövrək astanasında inadla yüksəlib. İranın cənub-şərqində qum ilə göy arasındakı xətt kimi, günəş işığı dənizə qarışdığı yerdə Kirman bir yaddaş vahəsi kimi yüksəlir. Bu, ticarət yollarının istisində və səhranın gümüş sükutunda yer almış bir şəhərdir. Dəvə karvanlarının və tacirlərin təhlükə və firavanlıq vədi arasında dayandığı əfsanəvi İpək yol üzərində həyatı bir yer. Kirmanın böyük bazarına daxil olduqda zaman dayanmış kimi görünür. O, hər küncün bir hekayə danışdığı, ticarət və sənətkarlığın canlı bir əl yazmasıdır. Hava, zirə, qurudulmuş qızıl gül ləhəkləri və təzə üyüdülmüş zəfəran qoxusu ilə zəngindir. Mis lampaların parıldayan işığında mürəkkəb əl ilə toxunmuş fars xalçaları. Onların naxışları bir vaxtlar gəzdikləri şəhərlərdən daha qədim hekayələr pıçıldayır. Kirmanın qəlbində Gəncəli xan kompleksi 17-ci əsr memarlıq simfoniyası kimi dayanır. Səfəvi sülaləsi dövründə tikilmiş bu karvansara, hamam, məscid və mədrəsənin ahəngdar birləşməsi, daş və kərpicdən hazırlanmış bir sənət əsəridir. Əsrlərin fədakarlığı və dizaynı ilə formalaşmış canlı bir ritim. Hər bir günbəz suyu və insan ruhunu gündəlik həyatın ritmləri vasitəsilə istiqamətləndirmək üçün zərif şəkildə formalaşdırılmışdır. Lakin Kirmanın ruhu bir vaxtlar yer üzündəki ən böyük qədim palçıq kərpic qalası kimi alqışlanan Bəmə qədər uzanır. 2003-cü il zəlzələləri onun çox hissəsini məhv etsə də, qalanlar bir ruh qalası kimi dayanır. Zədələnmiş, lakin əyilməz. Gil, səhra istiliyi və insan iradəsinin inadkarlığından oyulmuş bir dözümlülük abidəsi. Bugün də, baxmayaraq ki, yük maşınları dəvə karvanlarını əvəz etmiş və İpək yolu daha çox hekayələrdə yaşayır, Kirman hələ də güclü dayanır. Şəhər səhraya baxır və səhra geri baxır. Sanki hər ikisi sivilizasiya ilə sonsuzluq arasındakı sərhədlərin görüşdüyü daimi bir sərhəd olmaq üçün nostalji keçirir.
Əksər yolların çatmadığı yerdə bir vaxtlar həyatdan məhrum olduğu düşünülən bir yer gizlənir. Nə bir ağac, nə də bir ruh. Bu, Lut səhrasıdır. Dəşti Lut, mütləq varlıq aləmi. Burada atəş daşa çevrilir və sükut əbədi bir əks-səda olur. UNESCO tərəfindən dünya təbii irs sahəsi kimi tanınır. Dəşti Lut yer üzündə indiyə qədər qeydə alınan ən yüksək yerüstü temperatur rekordunu saxlayır. Səhra boyunca kəlut daşları səpələnmişdir. 1000 illərlə külək və zaman tərəfindən formalaşmış nəhəng qayalar. Unudulmuş bir şəhərin skeletləri kimi yüksəlirlər. Kütləvi, səssiz, gün batımında ruhlar kimi dəyişən kölgələr salırlar. Onların arasında gəzmək yerdən ayrılmış bir dünyaya girməkdir. Burada heç bir bitki böyümür, heç bir quş oxumur. Bu nəhəng sobanın ən kənar-kənarlarında həyat hələ də inadla torpağın hər düyümünə yapışır. Qonşu yarım səhra düzənlikləri nadir və kritik dərəcədə nəsil kəsilməkdə olan Fars onagerinin vətənidir. Güc və sürətlə dolu arıq bədəni ilə qıt yemək və su axtararaq çılpaq ərazidə çevik hərəkət edir. Hər bir fərd bütün çətinliklərə qarşı sağ qalmaq üçün inadla iradənin canlı simvoludur. Və yaxınlıqdakı çölün kolunda qaracal bir ruh kimi görünüb yox olur. Fərqli qara ləkələrlə bəzənmiş hündür dik qulaqları və görkünü səssiz sıçrayışı ilə bu hiləgər yırtıcı, ölümcül sükut və ildırım sürətli tullanış arasındakı tarazlığın ustasıdır. Bu sərt vəhşi təbiətə qarışmaq üçün doğulmuş bir yırtıcı. Lakin dəşti Luta dərin gücünü verən məhz bu tərk edilmişlikdir. Bu, zərurət olmayan hər şeyi aradan qaldıran, yalnız yerin özünün çiğ, toxunulmaz mahiyyətini qoyan bir yerdir. İran və Əfqanıstan arasındakı səhra sərhədlərində gizlənmiş Məkunik yerləşir ki, o qədər qəribə, o qədər qeyri-mümkün bir kənddir ki, həqiqətdə yaşamış bir yerdən çox səhraya oyulmuş bir əfsanə kimi hiss olunur. Evlər aşağı, demək olar ki, kiçik tikilmiş, qapılar çətinliklə sinəyə çatır və tavanlar o qədər alçaqdır ki, ən kiçik qonaqlar belə girmək üçün əyilməlidir. Əsrlər boyu Məkunik xalqı təcrid olunmuş vəziyyətdə yaşayıb. Özlərini yalnız buğda, arpa və sadə otlarla təmin ediblər. Onların dünyası kiçik, qapalı və səssiz idi. Lakin dünyanın diqqətini çəkən onların boyudur. Nəsillər boyu Məkunik qəhlələri olduqca qısa idilar. Orta boyu təqribən 152 santimetrdən az idi. 20-ci əsrdə bura gələn elmcilər və antropoloqlar onu cücələrin şəhəri adlandırdılar. Bəziləri bu fenomeni xroniki qidalanmama və az protein və ya müxtəliflik təklif edən sərt bir mühitlə əlaqələndirdilər. Digərləri qapalı bir cəmiyyətdə əsrlərlə davam edən qohum evliliyinə işarə etdilər. Amma heç kim bütün bir kəndin başqa bir zamana aid olduğu kimi görünməsinin səbəbini tam izah edə bilmədi. Məkunik dəyişir. Xarici dünyaya bağlanan yollar və gənc nəsillər daha da böyüyərək müasir insan ölçüsünə qayıdır. Kənd hələ də gil və dozun yumşaq çalarlarında dayanır. Onun kiçik evləri onları qucaqlayan təpələrlə problemsiz şəkildə qarışır. Gün batan zaman uzun kölgələr qumda uzanır və Məkunik hələ də nə qədər sinematografik hiss olunur.
İranın qərb qapısında, dağlar və yaddaş axınlarının əzəmətli qovşağında yerləşən Təbriz çevik bir şəhər kimi yüksəldi. İmperiyaların yüksəlişinə və süqutuna şahidlik etdi. Hər qarşılaşmanı sənətə, ticarətə və əbədi bir kimliyə çevirdi. Bir vaxtlar əfsanəvi İpək yolu üzərində həyati bir dayanacaq olan Təbriz, Fars zərifliyinin türk gümrahlığı ilə görüşdüyü və erməni sənətkarlığının İslam sənəti ilə iç-içə olduğu canlı bir mozaikaya çevrildi. Bu, bir mədəniyyətə deyil, çoxlarına aid olan qat-qat, mürəkkəb və sonsuz dərəcədə canlı bir şəhərdir. Onun mərkəzində Təbriz Tarixi Bazar kompleksi dayanır. UNESCO-nun Dünya İrsi saytı və dünyanın ən qədim örtülü bazarlarından biridir. Onun geniş tağlı dəhlizlər və kərpic günbəzlər min dildən gələn əks sədalarla cingildiyir. Tacirlər bir vaxtlar Asiyanın hər yerindən ipək, ədviyyat və hekayələr satırdılar. Onların səsləri əbədi bir xor kimi qarışır. Zəfəran qoxusu havada süzülərkən, bazar bir bazar yerindən daha çox insan əlaqəsinin canlı muzeyi kimi hiss olunur. Yaxınlıqda Göy məscid və ya Məscid-i Kəbot yüksəlir, xarabılıqdan yenidən doğulmuş ilahi həndəsənin bir parçasıdır. 18-ci əsrdə zəlzələ ilə dağılsa da, onun qalıqları hələ də vaxtı ilə ona İslamın firuzəsi adını qazandırmış eyni dərin kobalt çinilərlə parlayır. Yaxınlaşın və xəttatlığı, keramikaya həkk olunmuş inanc ayələrini görəcəksiniz. Onların gözəlliyi onları silməyə çalışan əsrlərə meydan oxuyur. Şəhər hələ də dünyanın böyük Fars xalça toxuculuğu mərkəzlərindən biri olaraq qalır. Burada hər bir düyün bir hekayə danışır. Hər bir sap ənənənin izini daşıyır. Təbriz xalçaları rəng və simmetriya simfoniyaları kimi yaradılır, sənət və ənənəni əbədi bir şeyə birləşdirir. İran saysız hesabsız tonların simfoniyasıdır və Təbrizdə hər bir not hələ də səslənir, zamanın əbədi nəğməsini oxuyur. Memarlığın ya insan tərəfindən tikildiyi, ya da zamanın keçməsi ilə oyulduğu yerlər arasında Kəndovan unikal bir möcüzə kimi fərqlənir. İranın Şərqi Azərbaycan əyalətindəki Səhənd dağının sıldıqlı yamaclarında gizlənmiş, hündür qayaların evə çevrildiyi və zamanın fərqli bir surətdə hərəkət etdiyi bir kənddir. Yerli olaraq Kəran adlandırılan konuş şəkilli qaya formasiyaları qədim bacalar kimi ucalır. Bəziləri dar və hündürdür, bəziləri çömlük və genişdir, lakin hamısı içindən oyulub. Evlərə, tövlələrə, ambarlara və ibadət otaqlarına çevrilib. Bunlar keçmişin sadəcə qalıqları deyil, davamlı və unikal indiki zamanın isti evləridir. Dünyaca məşhur Kapadokyanın Traqlodit şəhərlərindən fərqli olaraq, Kəndovan hələ də 7 əsrdən çoxdur davam edən canlı bir cəmiyyətə ev sahibliyi edir. Hər bir mağara məskunlaşdırılıb, hər bir çatlaq bir evdir. Burada həyatı və tənəniyyəti əsrlər boyu keçmişə qovuşan xarabılıqların əhəmiyyətindən çox uzaqda dayandıran güclü köklər var. Buradakı memarlıq təbii uyğunlaşmanın bir şahesəridir. Vulkanik daş təbii izolyasiya təmin edir. Yayda soyuq, qışda isti. Pəncərələr günəş işığını tutmaq üçün dəqiqliklə hazırlanıb. Əyri divarlar qayaların orijinal formasını qucaqlayır. Memarlıq və təbiət arasında gözəl bir simbiyoz yaradır. Alatoranda səhnə dəyişir. Quran qədim fənərlər kimi kəhrəba işığını tutur. Və o sakit anda
Kəndovan sadəcə mənzərəli gözəllikdən kənara çıxan bir səhnə açır. Bu yer evin ana yerin qəlbində tapıldığı bir dövrün yaddaşıdır. İran, tarixin səhifələrindən və ya hər hansı bir xəritədəki xətlərdən çox uzağa uzanır. O qayalarda və küləkdə, poetlərin səslərində və köçmənlərin ayaq izlərində yaşayır. Yaddaşlar kimi yanan səhraları keçdik, imperiyaları yad edən sütunların altında dayandıq və ulduzların düşdüyü vadilərdə gəzdik.